İstirahət günləri 9 noyabrın acı kölgəsi altında keçdi. Serj Sarkisyan ve Robert Koçan müsahibələr verdilər, Nikol Paşinyan ise onlara cavab verdi. Robert Koçan ise Nikol Paşinyanın müharibədən sonra Qarabağ hakkında ne ettiğini ve ne dediğini hatırladı. Onu danışıklar prosesini pozmakta ve müharibeye getirmekte ittiham etti. Paşinyan da iki prezidentin müsahibelerinden sonra Facebook'ta yazdı ki onların beyanatları onun farziyesini təsdiqləyir. Onun sözlerine göre Qarabağ meselesi məlum qüvvələrin elində Ermənistan Respublikasını yaxınlıqdakı ağaca bağlamaq üçün bir ip olub. Elbette o məlum qüvvələrin kimi olduğunu deməyib. Bunu Azərbaycan Xarici İşlər Nazirinin müsahibəsi ilə də əlavə olundu. Onun sözlerine göre eğer müharibə 9 noyabrda dayandırılmasaydı onların ciddi problemleri olabilirdi. Bundan əlavə Bayramovun sözlerine göre Aliyev ərazilər məsələsini qaldıranda Paşinyan Aliyev'e deyib ki siz məni öldürməni ne istersiniz? Bu sözle bu ağrı ve ağır xaritələri təzənlənməsi ilə dolu çox qurğulu bir şənbə bazar idi. 9 noyabrın sağlanmamış yarası beləliklə daxili siyasi gündəliyi diktə etməyə davam edir. Bu istirahət günlərində ölkədə aktiv seçkibağı dövrün başlandığı təsərrüatı yaranırdı. Baxmayaraq ki, seçkilərə hələ 7 ay var.